Elə duhalar var ki, onlar bir əsr üçün deyil, bütün zamanlara və bütün dünyaya aid olurlar. Şərqdə Nizami, Nəsimi kimi dünya dahilərindən sonra 16-cı əsrdə Avropa intibah dövrü başladı. İntibah dünya görüşü insanın qüdrətinə, gözəlliyinə inanır və onun böyük əməllərə qadir olduğunu göstərirdi. Belə bir dövrdə dahi şair, dramaturq, rəssam və memarların yetişməsi qaçılmaz idi. Mütərəqqi çevriliş dövrünün bütün zamanlar üçün yaratdığı dahilərdən biri William Shakespeare oldu. İntibah dövrünün dahisi William Shakespeare 1564-cü ildə İngiltərənin Avon çayı sahilində, indi bütün dünyada məşhur olmuş Stratford şəhərində anadan olmuşdur. Shakespeare artıq 7 yaşa çatandan sonra onu qrammatik məktəbinə daxil edirlər. O burada Latın dilini, Yunan dilini və məntiqi elmlərlə öyrənməyə başlayır. Bir müddət keçəndən sonra atasını vəzifədən uzaqlaşdırırlar, ailənin vəziyyəti ağırlaşır, Shakespeare dərsi yarımçıq qoyur. Çox güman olunur ki, Shakespeare ilk öncə öz atasının yanında köməkçi olubdur. Belə də deyirlər ki, qəssab yanında əvvəlcə o köməkçi işləmiş, sonra hansısa yaxın məktəblərin birində müəllimlik də etmişdir. 18 yaşı olanda onu özündən 7 yaş böyük olan Anna Hathaway ilə ailə qurur və bir müddət keçəndən sonra o Londona gəlir. Londonda deyilənə görə o əvvəlcə teatrda texniki işlərlə məşğul olurmuş. Həmçinin mehdəri elib atlara da qulluq edirmiş. Sonra o yavaş-yavaş ona gətirib köhnə pyesləri verirdilər ki, bunu düzəlişlər eləsin, əlavə eləsin, onları canlandırsın, qədim pyesləri də məşğul olurdu ki, bir müddət keçəndən sonra özü də başlayır əsər yazmağa. Onun qəhrəmanları olum ya ölüm sualı qarşısında qalsa da, həyat burulğanlarında boğulsa da, cismən ölsə də, ruhən qalib gəlir. Bütün dünyada şöhrət tapan Shakespeare'in şəxsiyyəti haqqında təəssüf ki, çox az məlumat qalmışdır. Bu isə onun adı ətrafında bir çox əfsanələrin yaranmasına, bu ad arxasında başqa şəxsiyyətlərin gizlənməsi haqqında rəvayətlərin yayılmasına səbəb olmuşdur. Shakespeare-şünasların bəziləri bu əsərləri Francis Bacon'a aid olduğunu iddia edirlər. Onlar belə hesab edirlər ki, həmin əsərləri yalnız hüquqi təhsilə, fəlsəfi elminə yiyələnən, saray hadisələrinə şahid olan şəxs yaza bilərdi. Shakespeare'in portretlərinin, əsərlərinin, əl yazmalarının olmaması, həyatının bəzi illərinin qaranlıq qalması bir sıra tədqiqatçılara bu fikri təsdiqləməyə imkan verir. Francis Bacon'un haqqında demək lazımdır ki, o Kraliçə Yelizaveta'nın böyük oğludur. Lakin Kraliçə Yelizaveta ondan imtina edərək özünü bakirə adlandırmışdır. Bacon çox səbirlə gözləyirdi ki, nə vaxtsa Kraliçə Yelizaveta bu taxt-tacı ona verəcək və o İngiltərənin kralı olacaqdır. Çox savadlı idi. O həm İngiltərədə, həm Fransada hüquqşünaslığı bitirmişdi. 15 yaşında o diplomatik bir yerinə yetirmək üçün İngiltərənin deməli səfiri olur Fransada. Ezam olunanda 3 il orada o öz həyatını, tarixini yazır və kriptografiyanı yaradır. O kriptografiyanı yaradanda Shakespeare'in isə hələ 12 yaşı var idi. Kriptografiyanı yaradandan sonra o bütün əsərləri bu kriptografiyanın diktəsi ilə yaratmağa başlayır. Yəni 2 poema, 154 sonet, 37 piyes yaranır. Əlbəttə ki, ömrü boyu yaradır onu. Və burada hər bir sayın özünün dəqiq nizamı olmalıdır. Çünki bu kriptografiya gizli yazı üsulu deməkdir. Qədimdə bu yazı üsulu ilə hökmdarlar, yuxarı təbəqələr bir-biri ilə məktublaşır. Hərbi sirləri düşmən əlinə keçməmək üçün kriptografiyadan istifadə edirdilər. Məhz bu kriptografiya üsulundan da Bacon istifadə edir. Saray daxilində olan bu xəyanətləri, bu iftiraları, bu böhtanları və bu haqsızlığı haqq qazandırmaq üçün o
deməli, dram əsərlər yazmaq, sonetlər yazmaq, pyeslər yazmaq başlayır. Humanist ideal, azad sərbəst insan təfəkkürü böyük müqavimətə rast gəlir və bunun nəticəsində ideallarla həyat arasında uçurum yaranırdı. Belə bir vəziyyətdə isə intibah ideyaları ilə həyat arasındakı uçurum getdikcə dərinləşirdi. Shakespeare dünya ədəbiyyatının ən görkəmli şəxsiyyətlərindən biridir. Shakespeare'in yaradıcılığı, həyatı dünya mədəniyyətinin yüksək zirvə sayılan bir dövrünə təsadüf eləyir. Bu intibah dövrüdür. İngiltərədə də intibah dövrü demək xüsusilə Shakespeare'in həyatı ilə, yaradıcılığı ilə əlamətdar olmuşdur. Shakespeare'in yaradıcılığı çox zəngin, çox hərtərəfli və mürəkkəbdir. Onun 37 dram əsəri, 154 soneti, 2 poeması var və bu əsərlər günə qədər dünya ədəbiyyatında öz qiymətini, öz dəyərini qoruyub saxlamış və dünyanın bütün ölkələrdə demək olar ki, Shakespeare'in əsərləri tərcümə olunaraq səhnələrdə tamaşaya qoyulur və sevilə-sevilə baxılır. Shakespeare'in yaradıcılığının çiçəklənmə dövrü belə bir tarixi şərait başlayır. 1601-1608-ci illəri əhatə edən bu dövrdə Shakespeare əsasən faciələr yazır. Bu faciələrdə hüzn, kədər çox qüvvətli olsa da, ən yüksək ideyalar, arzular tapıb böhran keçirsə də, ümidsizlik və bədbinlik yoxdur. Bunun səbəbi isə həmin humanizm ideallarının danılmaz bir qüvvəyə malik olmasıdır. Bəşəriyyətin indisi və gələcəyi üçün narahatlıq keçirən ölməz sənətkarın humanizm ideyaları yazdığı faciələrdə daha parlaq əks olunur. Bu əsərlərdə faciə ilə nikbinlik bütöv vəhdət təşkil edir. Shakespeare'in ən məşhur faciələrindən biri Romeo və Juliet. Shakespeare'in yaradıcılığında çox əhəmiyyətli əsərlərdən biri Romeo və Juliet əsəridir. Nəyə görə bu bizim üçün daha çox maraqlıdır? Əlbəttə, Shakespeare'in bütün əsərləri bütün dünya xalqları kimi Azərbaycan xalqı üçün maraqlıdır və bu əsərlərin əksəriyyəti Azərbaycan dilinə tərcümə olunmuş, dəfələrlə Azərbaycan teatrlarında, səhnələrində nümayiş etdirilmişdir. Sevgi hissi, məhəbbət hissi burada o qədər ucadır, o qədər yüksəkdir ki, hətta bu gənc qız öz əmisi oğlunun yarasını da unudur. Bu əsərdə təsvir olunur ki, yəni eyni ilə Leyli Məcnunda olan kimi İbn Səlama Leylinlərə vermək istəyirlər. Burada da Juliettanın ata və anası senyorlar bunu Paris adlı gənc bir qrafa ərə vermək istəyirlər. Əsərin neçənci yazılması dəqiq məlum deyil. Belə güman edilir ki, o bu faciəni 1591-ci ildə yazmağa başlamış, 1595-ci ildə bitirmişdir. Mənbələrə görə bu mövzuda əsər yazmağı ona söhbətləri əsasında Marlo təklif etmişdir.
Əsər ilk dəfə səhnəyə qoyulanda Romeo rolunu Şekspir özü oynayıb. Romeo və Julietta faciəsi hələ Şekspirin sağlığında 4 dəfə çağırılıb. Düşmən nəsillərdə cüt qoşa ulduz, verdi ürəyini saf məhəbbətə. Onların taleyi dönük, uğursuz, həlaki son qoydu bu ədalətə. Mənim ən çox sevdiyim yazıçılardan biri də William Shakespeare-dir. Məni William Shakespeare-ə bağlayan onun əsərlərinin həqiqiliyi, həyatliliyi, eyni zamanda gözəlliyi, poetik cəhətləri olmuşdur. Bildiyimiz kimi Shakespeare öz dövründə, intibah dövrünün ən böyük nəhənglərindən biridir. O öz əsərlərində yeni insan nümunəsi, real, humanist, həyatı sevən, mübariz bir insan nümunəsi yaratmışdır. Onun bu gözəl xüsusiyyətləri, yəni yaratdığı bu əsərlər bütün dünya xalqları tərəfindən sevilir. Onu ən çox tanıdan onun böyük, məşhur faciələri, 5 əsəri olmuşdur. Bu faciələrdə əsərin qəhrəmanları ölsə də, həyat uğrunda mübarizədə həlak olsalar da, onların amalı, istəyi, məhəbbəti oxucuların qəlbində həmişə yaşar, həmişə qalandır. Hətta bəziləri deyir ki, Shakespeare tərcümədə vermək üçün gərək ikinci Shakespeare olasan. Mən ilk dəfə olaraq Azərbaycan ədəbiyyatında Shakespeare-in nəhəng, məşhur faciələrini birbaşa orijinaldan tərcümə etmişəm. Eyni zamanda onun lirikasının yüksək zirvəsi olan sonetlərini birbaşa orijinaldan tərcümə etmişəm. Hamı bilir ki, Shakespeare öz faciələrini Romeo Julietta əsərini yazmaqla başlamışdır. Yəni, Shakespeare əsərləri yaradıcılığı 3 dövrə bölünür. Birinci dövr onun nikbin dövrüdür. Burada şair özünün poemalarını, sonetlərini, lirikasını yazmış. İkinci dövr onun bədminlik dövrüdür. Yəni, yaradıcılığında bədminliklə bağlıdır. O da onun böyük, nəhəng faciələrinin yazılması ilə qurtarmışdır. Üçüncü dövr isə onun romantik dövrü. Bu sahədə də o, yenə də şux, zarafatçıl komediyalarını yazmışdır. Sonetlərində belə bir misal gətirmək olar. Məsəl üçün, 48-ci sonetdə yazılır ki, səfərə çıxanda uzaq ölkəyə